Salam, hər vaxtınız xeyir olsun. Bu günlərdə Part 2-nin izahını verəcəyik. 20 variant sınaq imtahanından bəzi sualları işləmişdik. Sadəcə ilkin anlayışlarla informasiya təhlükəsizliyi, yəni sınaq 1-in izahında birləşdiyi üçün mən Part 1 izah verdim, yəni ilkin anlayışları. İndi isə digər, yəni qalan suallarda işləməyə başlayacağıq. Çalışaq ki, ətraflı yazıda cavab tələb edən tapşırıqları isə ayrı izah verək. Yəni vaxt itirmədən keçək. İlk sualımız 7-ci sualda qalmışdıq. Sezar üsulu ilə şriflənmiş film sözünün şrifini müəyyən edin. Demək, gəlin burada asan üsullara da baxaq. Məsələn, burada bizi kanı tapmaqda tələb edir. Kanı tapsaq, yəni işimiz asan olacaq. Sondan başlayaq. Məsələn, M hərfi var. Baxın, burada M hərfi və L hərfi. Gəlin bu əlifbada baxaq. Görürük ki, L hərfi və M hərfi yan-yana gəlib. Buradan görürük də. Baxın, yaxınlaşdırıram. L və M yan-yana gəlib. Onda biz elə bir yəni cavabda baxaq ki, sonları, yəni həmən variantın, yəni sözün sonları da ard-arda gəlsin. Məsələn, H ilə I. Görürsüz, yan-yana gəlib. Burada da H, I yan-yana gəlib. Gəlin elə B variantı, G variantından başlayaq. İndi film sözünün şrifinə baxaq. Gəlin ilk F hərfinin şrifinə baxaq. Görək variantlarda nə olur. Demək. Gəlin ilk başlanğıcdan başlayaq. F hərfi. Deməli F-dən əvvələ gedək. A hərfinə məsəl üçün 1, 2. Baxın. 1, 2, 3, 4, 5. Kanı 5 götürək məsələn. Kanı götürdük 5. Məsələn də kanı 5 götürdük. Oldu A hərfi. Məsəl üçün A variantında da burada da var, burada da var. Sonra gəlir İ hərfi. İndi burada İ hərfini tapaq. İ hərfini tapdıq, buradadır. İ hərfindən 5 vahid əvvələ gedək. İndi buradan bunları silək. 5 vahid əvvələ gedək. Demək, elə getsək, onda olacaq nə? 1, 2, 3, 4, 5. Olacaq D. D burada olmadı. Deməli, bu variantları sildik. İndi isə gəlin baxaq. O həmən dediyimiz B variantı və Y variantına. Demək, F hərfinin şriftinə baxaq indi. Demək, F-dan əvvələ B var. B var, bir də sonda H-I var. Ona görə bunlara baxa bilərik. Kanı onda burada necə tapa bilərik? Deməli, onda F-dan əvvələ gedirik. 1, 2, 3, 4. K oldu 4. K oldu 4. Deməli, F hərfinin şrifti oldu B. Yazıram F hərfinin şrifti. Burada F hərfinin olduğu şrifti B. Sonra İ hərfi gəlir. İ hərfinə görə şrifti nədir? K-da 4 tapmışıq. Onda İ-dən İ-dən 4 vahid əvvələ gedək. 1, 2, 3, 4. Olacaq Y hərfi. Sonra L hərfi gəlir. L hərfi. L hərfində görək. L-dan 4 vahid gedək əvvələ, yəni 4. 4-cü mövqedə L-dan sonra. 1, 2, 3, 4. Olacaq H. L hərfinin şrifti olacaq H. Sonra M hərfi. Görək M hərfinin şrifti nə olacaq? İndi bunu tam ağardaq bir dənə baxaq görək. Sadə suallardır. Sadəcə nəzər yetirilmir deyənə bunlarda çətinlik çəkilir tapılanda. M hərfindən 4-cü mövqedə duran. Baxın 1, 2, 3, 4 olur İ. Demək B, Y, H, I. Cavab olur B variantı. Burada bu cür suallar çoxdur. İşlədikcə başa düşəcəyik.
Sonra 7-dən sonra gəldi 8-ci sual. Sezar üsulu ilə şriflənmiş disk sözünün şrifini k = 5 müəyyən edin. İndi burada hər yəni disk sözündəki hər bir simvoldan, məsəl üçün d-dan sonra 5-ci mövqedə duranı götürəcək. Yəni k-nı hazır şəkildə bizə verib. Onda gəlin görək d hərfinin şrifti neçədir? Aşağıdan elə ən yaxşı yazaq. D hərfi. D hərfini tapırıq burada. D hərfini tapdıq. Bax, buradadır. D-dən sonra 5-ci mövqedə duranı götürməliyik. 1, 2, 3, 4, 5 olur i hərfi. Sonra i-nin, yəni burada i hərfinin görək şrifti neçədir? i-dən sonra baxın 1, 2, 3, 4 m hərfi. Demək nəsə səhvli olmadı görəsən. Deməli i hərfindən 5% üzr istəyirəm, 5%. 5% keçsək, i hərfindən sonra 1, 2, 3, 4, 5 olur eyni. Sonra s. S-dən 5 vahid, yəni 5-ci mövqedə duran hansıdır? 1, 2, 3, 4, 5 olur. X, yəni x hərfi. Disk k. Sonra k-nın şrifti görə neçədir? Bunları bir dənə silək üstündən. Görək. K hərfinin şrifti k-dan 5% sonra. L, baxın belədir, elə bil. L, M, N, O, P. Yəni 1, 2, 3, 4, 5 qalır P hərfi. P hərfi də oldu, k-nın şrifti oldu P. Sadədir. Deməli I, N, X, P. X, I, N, X, P. Cavab olacaq Y variantı. Cavab oldu Y variantı. İndi isə keçək. 11-ci suala. Bu informasiya təhlükəsizliyi bunlar suallardır. Hansı növ antiviruslar vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını ala bilər? Vaksinləşmə, yəni bu vaksinlər, cavab burada. İmmunizatorlardır. Yəni bu qaydada var bunlar, qaydanı tam oxusaq. Proqramların yoluxmasının qarşısını alır. İmmunizatorların da digər adı da vaksinlər də, yəni vaksinlər. Hansı növ antiviruslar vaksinlər ilə vaksinləşmə yolu ilə virusları, yəni aldadır, bir növ proqramların yoluxmasının qarşısını ala bilir. Cavab olacaq D variantı. Yəni bu da sadə sualdır. Sonra keçək gəlin 12-ci suala. İnformasiyanın kompleks mühafizə sisteminə aid deyil. Burada da cavab olacaq aid deyil. Şəxsi mühafizədir. Çünki baxın, proqram aparat mühafizəsi var. Təşkilat mühafizə var. Qanunverici mühafizə var. Mühəndis texniki mühafizə var. Bunların izahlarını da paylaşacaq inşallah gələn dəfədən elə ilkin anlayışlardan sonuncu mövzuya qədər. Cavab olacaq C variantı. Sonra baxaq, antivirus proqramı deyil. 13-cü sual. 13-cü suala baxaq. Burada deməli, baxın, antivirus proqramı deyil. Antivirusdur. Cavab olacaq 13-cü sualda Defragmenter Utility. Amma Doktor Webdir, MS After, yəni ingilis dilidir, yüksək bilirik, ona görə oxumaqda çətinlik çəkirik. Panda Titanium, sonra Avast. Bunlar antivirusdur. Sadəcə antivirus proqramı deyil, Defragmenter. Sonra 14-cü suala baxaq. 14. Uyğunluğu müəyyən edin. Əməliyyat sistemini yaxşı bilən və onun nüvəsini yenidən proqramlaşdıra bilən kompüter mütəxəssisləri. Bunlar təbii ki, hakerlərdir. Bunlar nə gedir? Hakerlər. Sonra
İkinci, müxtəlif proqramların özünün çıxarılmasına qoyulan müdafiəni ləğv edə bilən, lakin proqramın zəif yerlərini araşdırıb tapa bilməyən mütəxəssislər. Bunlar krakerlərdir. Bunlar isə krakerlərdir. Sonra keçək üçüncüsünə baxaq. Hakkerlik sahəsində kifayət qədər biliyə malik olmayan, lakin digər hakkerlərin utilitlərindən istifadə edərək kompüterlərin təhlükəsizlik sisteminə ziyan verə biləcək mütəxəssislər. Bunlar ssenari uşaqlardır. Ssenari uşaqları, yəni skript kidli olacaq. Demək, 1-də olacaq B, 2-də olacaq. Dedi ki, krakerlər, yəni C. 3-də isə A variantı. Cavab olacaq Y. Sonra 17-ci suala baxaq. 17-ci sualda nə deyə görək? Kompüter viruslarından qorunma səviyyələrinə aiddir. Aha. Baxın, 3 səviyyə vardı. 3 səviyyə. Hansı idi? 1. Virusların kompüterə daxil olmasının qarşısını birinci alır. Baxın, alınır. Sonra virus hücumlarının qarşısı alınır. 3-cü səviyyədə dururdu. 3-cü səviyyədə virus hücumlarının təsiri minimuma endirilir. Yəni 1, 5 və 4. Cavab olacaq A variantı. Bu da sadə sual idi. İnformasiyanın biometrik mühafizə sistemlərinə aiddir. Bax, 1. Gözün qüzehli qişası idi. Yəni 1 daxildir bura, yəni 1 aiddir. Sonra ovucun temperaturuna görə tanıma. Burada yəni temperaturun nə əlaqəsi? Ovuca görə tanınma ola bilər. Amma 2 olmadı. Nitqin özəlliklərinə görə tanınma var. Barmaq izlərinə görə tanıma. Üzr istəyirəm. 2-ni götürmədim, amma 2-ni yazdım bura. Bir dənə burada 2-ni sileyim. 2-ni silim. Deməli, 2 olum nitqin 3 olacaq. Barmaq izlərinə görə tanıma. Bura daktiloskopiya. Bəli, 4-də oldu burada. 1, 3, 4. 5 görə nədir? Üzün rənginə görə tanınma. Xeyr, burada olmayacaq. 1, 3, 4. Yəni cavab olacaq B variantı. Sonra 19-cu sualdır, maraqlı bir sualdır. İctimaiyyətə məxsus proqram təminatı, şərti ödənişsiz proqram təminatı. Bu da uyğunlaşmadır. İndi baxaq. İctimaiyyətə məxsus proqram təminatı. Burada müəlliflik hüququ qorunmayan proqram təminatı bura daxildir. Baxın, müəlliflik hüququ qorunmayan proqram təminatı. Deməli, 1-ə gedəcək B variantı. Şərti ödənişsiz proqram təminatı. Şərti ödənişsiz proqram təminatı pulsuz yayılan proqram təminatıdır. Olacaq Y variantı. Özəl proqram təminatı. Özəl proqram təminatı. Burada mülkiyyət olan proqram təminatı, yəni sahibinin xüsusi mülkiyyəti olan proqram təminatı. C variantı gedəcək bura. Deməli, 1-ə B, 2-yə Y, 3-ə C. Y variantıdır. Digərlərinə gəlin baxaq. Burada maraqlı var. Demək, yazılıb ki, ilkin kodu da daxil olmaqla ödənişsiz yayılan proqram təminatı. Bu freewaredir. Bir də D variantı gəlir əldə etmək məqsədi ilə yaradılmış proqram təminatı. Bu da kommersial software'dır. Aha, 19-cu sualımız da getdi. Sonra 21. Süzgəc antivirus proqramlarının fəaliyyəti. Süzgəc. Burada virusların çoxalma və zərər vurma məqsədi ilə əməliyyat sisteminə etdikləri müraciətləri tutur və təhlükəli əməliyyatlara nəzarət edir. Cavab elə olacaq A variantı burada. B variantına baxaq, yaxşı. Təkcə yoluxmuş faylları aşkarlamır, həm də onları ilkin vəziyyətlərinə qaytarmağa çalışır. Bu, müfəttişlərdir. Yəni, müfəttişlər. Sonra C variantı. Vaksinləşmə yolu ilə virusları aldadaraq proqramların yoluxmasının qarşısını ala bilir. Bu, immunizatorlardır. Sonra D variantı. Hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa çalışır.
doktorlardır. Əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum virusların axtarışını təmin edir və onları tapır. Bu da detektorlardır. Əla. Sonra gedək, görək nə var. 24-cü sual. Troyan viruslarının növlərini müəyyən edin. Deməli. 24. Burada olacaq 1. Uzaqdan idarə etmə proqramları, başqasının proqramları, yəni kompüterlərini uzaqdan idarə edə bilirlər. Sonra olacaq casuslar. Bunlar gizli müşahidə eləyirlər. Sonra da bir də olacaq reklam proqramları. 1, 2, 5. Bu doktorlardır, müfəttişlərdir, bunlar antiviruslardır. Deməli cavabımız nə oldu? 1, 2, 5. 1, 2 və 5. İndi edirəm ki, buraya qədər heç bir qaranlıq qalmayıb, yəni sadə suallardır. İnformasiyanın biometrik mühafizə sistemlərinə aid olanı müəyyən edin. Bunlar mövzuları yəni birləşdiriblər. Sadəcə informasiya təhlükəsizliyi ayrı bir mövzudur. Burada barmaq izlərinə görə tanınma, bayaq dedik 1. Ayaq izlərinə görə tanınma yoxdur. Üzə görə tanınma 1, 3. Dırnağına görə tanınma yoxdur. Nitqin özəlliklərinə görə tanınma var. Deməli 1, 3, 5. 1, 3 və 5 oldu cavab. Deməli, gəldik çatdıq ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Mən bu videonun yəni sonunda əlavə olaraq YouTube-da canlı ya da belə adi olaraq bu ətraflı yazılı cavab tələb edən tapşırıqların izahlarını paylaşacağam. Siz bu videoda qalın elə, videonu bəyənin, kanalımıza abunə olun ki, yəni ilk videolardan siz xəbərdar olasınız. Belə, sağ olun.